Salam, hər vaxtınız xeyir olsun. Yeni gündə, yeni vloqla xoş gördük hər birinizi. Qızlar, təmirdə olan evimiz yavaş-yavaş işlər gedir. Birinci etap beton tökülmüşdü. İndi isə istipol çəkilir. Çəkildikdən sonra inşallah ikinci etapda beton töküləcək. Yuxarı hissəsinə belə, yuxarı qatına çıxmaq üçün belə dəmir pilləkən qoyulub ki, lazım olanda çıxılıb düşülsün. Güllərimin bir hissəsini də bura qoymuşdum. Biri hələlik burada qalıb elə pəncərə qabağında. Qızlar, bu illərə evdə yer olmadı. Burada soyuq oldu, yağış qar oldu, şaxta vurdu. Çox güllərim pis günə qaldı, belə deyim. Güllərim məhv oldu. Bir ikisi qalıb. İndi inşallah əmələ gəlsə, yana düzəlişsə, havalar istiləşdikcə düzəlişsə, yeni qaba köçürdərəm. Qızlar, həmin oralar hamam tualet, bir də hamam tualetin koridorudur. Bu biri tərəf yataq otağı olacaq. Oranda kəsiləcək, qapı qoyulacaq. Bura elə əvvəlki kuxnamdır, yəni mətbəxdir. Forçkalar belə böyük açıldı. İşıq düşsün, yoxsa pəncərəsi yoxdur, qaranlıqdır. Evin alt hissəsinə əvvəl qapı var idi. Yəni əvvəlki videolarımı izləyənlər var idi. Əvvəl qapı var idi. Ora bağlandı, hörüldü. Burada isə qonaq otağı oldu. Qızlar, indiki evimizin alt mərtəbəsi belə formada oldu. Belə inşallah dediyim kimi stepol çəkildikdən inşallah üstündən də betonu tökülsün və beton yekunlaşsın. Alt üst mərtəbənin divar şkatur deyirlər də, şkaturu da vurulub. Yerindən də indi ikinci etabı vurulacaq inşallah. Toklar falan da hər birisi çəkilib. Belə. Belə qızlar, həyətimiz də belə hələ ki qarma-qarışıq, törmə töküntülüdür. Ev söküldüyü üçün hələ biraz sərgiyə düşüb. Bəlkə videolarda çəkiş etmişdim. Həyətimizin nə formada olduğunu, şükür ki, yavaş-yavaş səliqəyə düşür. İnşallah beton vurulduqdan sonra həmin bu qum da bitər, burada açılışar. Belə keçdim evə və başladım evdə bu gün təmizlik etməyə. Yataq örtüklərini bütünlüklə dəyişdim. Otaqları bir-bir süpürüb sildim. Qızlar, vaxt edə bilmədim. Tozlanmayıb sildiyim hissələri çəkiş etmədim. Elə ancaq belə yana biraz çəkə bildiyim qədər təmizliyi çəkib paylaşım edirəm. Sizlərə xoş izləmələr olsun.
Və belə qızlar, hava da yaxşı idi, yuduqlarım da qurudu. Hər birisini ütlədim, qatladım, yerlərinə yerləşdirdim. Əslində evləri bütünlüklə təmizlədim, tərtəmiz etdim. Günortaya yemək hazırladım. Üzərinə sonda yumurta da vurdum, şükür etdim. Belə qızlar, sağ olun, sağlıqla qalın. Gələn videolarda görüşmək üzrə.